zamanında 5-6 nəfər xüsusi əxlaq dərsi idi. Ağa buyurdu, ustad, Əmir əl-Möminini kim öldürüb? Birimiz dedik İbn Mülcəm, dedi xeyr, biri dedi Əbdülrəhman, dedi xeyr, biri dedi Muradi, dedi xeyr. 3-4 dənə adı var, hamısını dedik, ləqəblərini dedik, dedi yox. Əbdülrəhman İbn Mülcəmi Muradi Əlini öldürməyib. Yoxsa biz bilmədik, ustad sən de yine, dedi Əlini öldürüb dünya pərəst. Əlini öldürüb şəhvət pərəst. Əlini öldürüb məndən nə pərəst, nə pərəst, nə pərəst bir saydı. Bunları sayandan sonra gözün zillədi bizə. Dedi gedin baxın görün bu keyfiyyətlərdən sizdə də varsa siz də imam öldürənsiniz. Elə bunu dedi durdu çıxdı getdi. Biz qalmışıq baxırıq özümüzə. Mən nəyəm? Əmir əl-Möminini öldürənin keyfiyyəti bulardır. Baxıram özmə. Bax gör o keyfiyyətdən səndə var ya yoxdur. Varsa sən də İmam Zaman əleyhissalam gələndə qılıncı götürüb başın kəsənlərdən birisin. Bunu ilə ölçülür. Nəfsimiz ki hesabı götürməmişik. Günü-günə satmışıq. Ziyanımız da oldu. Amma bir dəstə insanlar var. Təsəvvür elə bugün cümə günüdür. Saat 4'ün yarısıdır. Təqribən 3 saatdan sonra ehtimal var İmam Zaman ağa gəlsin. Təqribən 3 saatdan sonra. Yəni məğrib azanından sonra cümə günü İmam Zaman ağanın zuhurudur. Hər cümə biz bunun intizarında. Xiftən namazının vaxtı zuhurdur, qiyamdır. Ona da təqribən 3 saat, 4 saat qalır. Ehtimal var bugün İmam Zaman ağa gəlsin. Necəyik? Halımız necədir? Buyurur, ən fəzilətli ağıl odur ki, insanın nəfsinə mərifəti olsun. Yəni, insan özün tanısın. Məsələn, baxdın özmə, mən bilirəm, sən nəyə qadirsən? Yox, sən hələ az namaz qılırsan. Hələ sən gərək 100 rükətdə qılasan. Hələ azdır. Biz hərdən qurrələririk, 17 rükət namaz qılıram. Mən elə İmam Zaman əskəri, mən olmayacağım, kim olacaq? Nə qılırsan? 17 rükət namaz qılırsan da. Nə qılırsan be ya? 17 rükət namaz adama İmam Zaman əskəri eləməz. Mən nafilədə qılıram axı. 34 rükət. Cəmi 51 rükət namaz qılıram. 51 rükət namaz insanı İmam Zaman əskəri eləməz. Axı mən gecə namazı da qılıram. 62 rükət namaz qılıram. Bu 62 rükət namaz insanı İmam Zaman əskəri eləməz. Və nə lazımdır insana? İnsan İmam Zaman əskəri olsun. Nə lazımdır? Heç nə. Nəfsə mərifət. Əgər nəfsə mərifət varsa, sənin o 7 rükət namazın bəsdir. Nəfsüvə mərifətin varsa, gecə namazı qılmasan da elə, sən İmam Zaman əskəri ola bilərsən. Nəfsüvə mərifətin varsa. Bu yaxınlarda öldü. Qazi Təbatabai mərhumun rəhmətullah əleyhin yadigarı. Axırlarda Qazi Təbatabai ki məşhurdur. Onun bir dənə yadigarı qalmışdı. Əllamə Təbatabai onun yadigarı idi, ay Bəhcət onun yadigarı. Bunlar hamısı dünyasını dəyişdi. Təbrizdə bir nəfər dünyasını dəyişdi. Bu axırlarda bir il yarım bəlkə 2 ilin sonra Qazi Təbatabainin son yadigarı. Hətta elan elədilər ki, Qazinin axırında